Evladınız tez-tez xəstələnirsə niyə D vitamini analizi verməlisiniz? Çünki D vitamininin əksikliyi uşağın immunitetini düşürən əsas faktorlardan biridir. Yəni, uşağın immuniteti möhkəm olsun istəyirsinizsə, onun D vitaminini düzənli istifadə etməyiniz mütləqdir. Əgər D vitaminini uşağa düzənli vermirsinizsə, mütləq şəkildə onun qanda D vitamini analizini edib baxdırmanızda fayda var. Yəni, uşağın immunitetinin yaxşı olmasını istəyirsinizsə, onun qanında D vitamini səviyyəsinin ən az 40-ın üzərində olmasına diqqət etməlisiniz və uşağınız doğulduğundan etibarən ona profilaktik D vitaminini əksik etməməlisiniz. Günlük 400-500 vahid olmaqla D vitamininin düzgün qaydada istifadə edilməsinə fikir verməlisiniz. Düzgün istifadə dedikdə isə nəyi nəzərdə tuturuq? Gündəlik günün birinci yarısı olmaqla çay qaşığına damlataraq adi su ilə qarışdıraraq uşağa D vitaminini verməlisiniz. Birbaşa dilinin üstə damızdırsanız doza həddindən artıq ola biləcəyinə görə bunu etməməlisiniz və uşağın D vitamininin əksikliğinə şübhə varsa isə qanda D vitamini analizi verərək əksikdirsə müalicə edilməsinə şərait yaratsanız uşağın immunitetinin möhkəm olub daha az xəstələnməsinə səbəb olarsınız. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.